Salam əleykum. Bilirsiniz də bu sözün iki mənası var. Bir var, salam əleykum, necəsiz o mənada. Bir də var, məsəl üçün, müxalifət rahatca Lənkərana gedə bilər. Salam əleykum, bəs İsa Qəmbər? Atılan daşdır. Başa düşdünüz fərqi? Yaxşı biznes açmaq olar. Dədə, yaxşı Lənkəran papağı var, ucuz. Nə verərsən, verərsən. Gəlin Azərbaycandakı nə verərsən, verərsən durumuna Alman gözü ilə baxaq. Alış-veriş zamanı ehtiyatlı olun. Kimsə sizə qiymət əvəzinə belə desə, nə verərsən, verərsən, həmin adamdan dərhal aralanın. Necə oldu o söz? Nə verərsən, verərsən. Nə verərsən, verərsən. Çox gözəl. Cənab səfir, bəs yerli polis, başıma bir iş gəlsə, Azərbaycan polisinə necə zəng eləyir? Azərbaycan polisi çox operativdir, amma həmişə yox. Ən etibarlısı bu qurğudur. Bu düyməni bassan, bir göz qırpımında onlarla polis özünü sizə çatdıracaq. Azərbaycan polisay, das ist fantastisch. Deyirlər ki, bəzən ən yaxşı çıxış yolu elə ən sadə yoldur. Azərbaycan məmurları hər şeyi elə qısa izah edirlər ki, o 12 stuldakı o Eliçka var, 5 sözlük lüğəti var. Bax, onun o söz rekordunu çoxdan qırıblar. Məsəl üçün, ictimai televiziyanın rəhbəri. Bu Eurovisionda deyirlər sizin nəvəniz iştirak edib, ona bağlı münasibət. Ya da ki, bu parlamentin sədr müavini. Valih müəllim, xəbəriniz var idi, o şirkətlər prezidentin ailəsinə məxsusdur. Xanım, ayıb olsun sizə. Yox, yəni... Ayıb olsun sizə. Deyirsiniz ki, bilirəm... Çox üzr istəyirəm, ayıb olsun sizə. Sözün gücünü gördünüz. Təəssüf ki, adamlar kəlmə gücünü heç də həmişə düzgün qiymətləndirmirlər. Məsələn, 2013-cü ilə qədər Azərbaycanın qazlaşdırma planı. Bunu necə başa düşürlər? Söz necə yazılıb? Qazlaşdırma. Amma bilmirəm, bu cəmaat niyə elə hesab eləyir ki, bu hər evə qaz çəkiləcək deməkdir. İki hüceyrəli nitqi olan Azərbaycan məmurlarına bəzən daha mürəkkəb dil varlıqlarından yardım tələb olunur. Bu işin ustalarından biri də Mübariz müəllimdir. İsa Qəmbərin Facebookda meyxana dəyişməsini şərh edən Mübariz müəllim Müsavat başqanına istehza edir. Deyir, Stilab Çastuşka desin. Çastuşka, bilirsiniz də Çastuşka necə olur? Bax belə. Meyxana deyirsə, məkanı Facebookdadır. Mənim sözüm çox qısa, yapın ki çastuşkadır. Yapa, yapa, yapın ki çastuşkadır. Sənin sözün çox qısa, nədə ki uzun gəlir. Dubayda mülk alanı sevməyə üzün gəlir. Axı, sevməyə üzün gəlir. Dubayda mülk alsa da oğluna ya qızına, imkan verir hamıya neft puluna qızına. Yapa, yapa, neft puluna qızına. Yapa, yapa, neft puluna qızına. Neft pulundan pay düşür ancaq oliqarxına. Adamlarsa pul tapmır ölüsünün qırxına. Axı, ölüsünün qırxına. Axı, ölüsünün qırxına. Ölünün sən dərdini çəkmə, gözün yaş verər. ASTV-də gənclərə dediyin verər. Yapa, yapa, dediyin verər. Ölülərin çaxçuxun şeyxüldür yola qoyan. Başqa paşayevlərdir diriləri lüt soyan. Axı, diriləri lüt soyan. Sən
Sənin bu sözlərindən damarımda qan dondu. Milyonlara əl tutur Heydər Əliyev fondu. Yapa, yapa, milyonlara əl tutur. Yapa, yapa, Heydər Əliyev fondu. Qırmızı lenti kəsib yetimə ev verirlər. Lent kəsən gedən kimi evi satıb yeyirlər. Axı, lent kəsən gedən kimi axı evi satıb yeyirlər. Yeyilən büdcə deyil, Avropanın grantıdır. Ən böyük korrupsiya insan haqlarındadır. Yapa, yapa, Avropa grantındadır. Yapa, yapa, insan haqlarındadır. Sən nahaq bizə qarşı qəzəblisən, azğınsan. Müxalifət olmasa sən kimlərə lazımsan? Axı, müxalifət olmasa axı sən kimlərə lazımsan? Heç kimə deməyin, sakit, şok videomuz var. Müxbirimiz Elşad Abdullayevin gizli videolarının gizli videosunu çəkib. İndi bildiniz ki, Elşad müəllimin hələ açıqlamadığı videolarda nəyin və kimin paxırı açılır? YouTube-u izləməyi unutmayın. Azərbaycan bu il öz peykini kosmosa buraxmağı nəzərdə tutur. Görünür ona görədir ki, Bakının küçələrində tez-tez kosmonavtlara rast gəlmək olur. Yadımıza gəlir, vaxtilə Norveçli qatil Breivik onlarla adamı qətlə yetirəndən sonra Azərbaycanda ona kəsilən məhkəmə cəzasına etirazlar oldu. Hər bir ölənə elə bil ki 3 ay cəza qılır. Biz eyni metodikanı tətbiq edib Azərbaycanda əskər həyatının qiymətini müəyyənləşdirməyə çalışdıq. Məlumdur ki, ötən il milli ordunun itirdiyi 97 əskərin 81-i döyüşdə yox, başqa şəraitdə həlak olur. Yanvarın 12-sində buna etiraz edənlər ümumi ölçüsü 10.500 manat məbləğində cərimələnib. Gəlin hesablayaq. Məlum olur ki, bu mühasibatdan hər əskərin həyatından Azərbaycan büdcəsi təqribən 130 manat qabaq düşür. Allah bərəkət versin. Belə getsə, Azərbaycan büdcəsi ancaq neft pullarına yox, miting cərimələrinin hesabına da arta bilər. Heydər Əliyevin Meksika sərgüzəştləri davam edir. Orada məhkəmə qərar verib ki, heykəl ölkənin paytaxtından götürülsün. Bu da heykəl demontajının kadrları. Ala saxla, ala perdüsür, saxla, ala saxla. Xahiş edirəm bizi bağışlayasınız. Bu başqa KGB-şnikin heykəlinin sökülməsi idi. Perdüsümün səhv salıb, yap üzvlərindən üzr istəyib, onların körünü almaq üçün Azərbaycan arzusu kadrlarını nümayiş etdiririk. Ölkənin neft pulu indikindən 10 dəfə çox olsaydı, yəqin ki, dünya mənzərəsi belə görünərdi. Bu fotosesiya ilə də bugünkü verilişimizi başa çatdırırıq. Bələdçiniz mən idim. Zirə qarpuzu Ezov. Sağ olun.